Varlıqlar belə bizə astral bədəndən daxil ola bilirlər. Aurasında həmin o varlığın olub-olmadığını artıq hiss eləmək olur. Bax cadu, göz nəfsdir, hamısı neqativ enerjilərdir, varlıqlardır. Mənim bu auramı dəlib keçə bilər sizcə? Şikayəti buraxın. Mənim. Deyinməyi buraxın. Narazıçılığı buraxın. Əgər siz karmanızı təmizləmək istəyirsinizsə, niyyətinizi təmiz eləməlisiniz. Yəni Sənin eləmədiyini sənin üçün başqası eləməyəcək. insan gözləntini yığışdırmalıdır. Baxıcılar hamısı düz deyir axı. Yəni mən onların haqqını yeyə bilmərəm həqiqətən. Mental bədənimiz bizim düşüncələrimizə cavabdır. Əgər həyatınızı dəyişmək istəyirsinizsə, düşüncədən başlayacaqsınız. Nəsil karması da bizim karmik bədənimizdə öz izini saxlayır. Var elə insanlarla oturursan, sonra adamın başı ağrıyır. Əgər mənim çakralarım aktiv deyilsə, məni kainat oxuya bilməz. Ən bədbəxt insanı dindir, sənə elə məsləhətlər verəcək. Deyəcəksən ki, bunu özünə niyə eləmirsən?